Qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var. Lakin 5 mərtəbəli binanın zirzəmisindən çıxarılır. Görüntülər paytaxtın Yasamal rayonu Ağa Yusif Dadaşov ünvanındandır. Müxtəlif adlar və markalarda olan su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Su daşıyan maşınlar da həmçinin. Ətrafı da məişət tullantıları bürüyüb. Zirzəminin qarşısında 4 maşın su yüklənirdi. Sürücülərdən öyrəndik ki, onlar suyu sifarişlə aparırlar. Sifarişi hardan götürür? Bakının hər bir yerindən. Bakının hər bir yerindən. Və suyun mənbəyi hardandır? Maraqlanırsınız? Yəni apardığınız suya cavab verirsiniz. Su, bəli, su keyfiyyətindən söz yoxdur, yaxşıdır. Cəmaət də razıdır. Neçədən satırsınız? 2.50-dən. Bakıqda nə qədər su var? 19 litr. 19 litri 3.50-dən. Yox, 2.50-dən 3 arası. Sizə sənət təqdim ediblər mi? Bəli. Və vətəndaşlar sizdən su alarkən sənət istəyirlər. Onda bizən maşınlarda aparat olur. Suyun dərəcə keyfiyyətini yoxlayırıq həmişə. Yəni o barədə zərrə problem yaşamır. Sizin maşınınızda dediyiniz aparat varmı? Bəli, mən bizim maşının gələsində mən dayanmışam gözləyir. Təxminən 1 saat suyun keyfiyyətini yoxlayan aparatların olduğu maşınları gözlədi, amma gəlib çıxmadı. Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilirdi. Mən vallahi xəbərim yoxdur sözünüzü, amma özləri daşıyıb aparırlar, belə deyirlər, satırlar. Siz nə istifadə eləmişsiniz? İnamım yoxdur ona görə. Alası olsaq, o, məsələn, mənə lazım olubdu, mən avtomatda pul salıb çıxardı, gəldi, oradan alıram. Mən almamışam, amma insanlar alarkən görmüşəm. Məncə məşhur brendlərin sularını almaq lazımdır, tanınmış suları almaq lazımdır. Bir də onun tərkibini oxumaq lazımdır ki, içində nə var? Mənbəyi hara? Bəli. İddiaların doğru olub olmadığını öyrənmək üçün suların çıxarıldığı zirzəmidə çəkiliş aparmaq istədik, lakin icazə verilmədi. Anladım, çəkiliydi. Suyu hardan doldurmuşdu? Bir qədər gözlədikdən sonra özünü şirkətin sahibi kimi təqdim edən şəxslə görüşdük, lakin o da çəkilişə icazə vermədi. Adını belə demək istəməyən həmin şəxs Qida Təhlükəsizliyi Agentliyinin qida məhsulları sayəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən 2021-ci ildə keçdiklərinə dair çıxarışı bizə təqdim etməklə kifayətləndi. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdi. Agentlikdən Xəzər xəbərə bildirildi ki, həmin çıxarışın olmasına baxmayaraq məhsulun etiketində mərkəzləşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməsi